Deməli gəldik fəsil 6 Microsoft Windows 11 əməliyyat sistemi. Ümumiyyətlə yoldaşlar, əməliyyat sistemi nədir? Biz bunu əvvəlki bölmələrdən qeyd etmişdik, 4-cü və 5-ci bölmələrdə. Əməliyyat sistemi kompüteri idarə edən əsas proqramdır, qısacası. Hansı əməliyyat sistemləri var? Windows, Linux, Unix, Symbian, QNX, Android, iOS və s. MS-DOS. Bunların hamısı əməliyyat sistemləridir. Və fərdi kompüterlərdə demişdik ki, ilk əməliyyat sistemi MS-DOS əməliyyat sistemidir. İlk əməliyyat sistemi fərdi kompüterlərdə. Amma təbii ki, indi hal-hazırda günümüzdə ən çox istifadə olunan Windows əməliyyat sistemidir. Windows əməliyyat sistemində versiyalar vardır. Windows 95, 98, indi müxtəlif dövrlərdə dəyişib də. ME var, NT var, Vista var, 7 var, 8, 8.1, 10 versiyaları, müxtəlif versiyaları istifadə olunmuşdur. 2021-ci il oktyabr ayının 5-dən etibarən Windows 11 əməliyyat sistemi istifadəçilər üçün əlçatan oldu. Təbii ki, Windows 11 Windows 10-un davamı kimi təqdim olundu. Onda belə çıxır ki, ortaq nələrsə var. Düzdür yoldaşlar. Yəni, bu mənası o deməkdir də. Davamı kimi təqdim olundu nə deməkdir? Deməli, nələrsə var, sadəcə əlavə nələrsə gəlir. Bildiniz? Yəni, yenilik mütləq var. O heç. Amma ortaq şeylərdə çoxdur. Onsuz da imtahana görə bu ciddi fərq yoxdur. İmtahana görə ciddi fərq yoxdur, amma müəyyən yeniliklər var. İndi onlara baxacağıq. Lakin yeni dizayn, performans təkmilləşdirilməsi və daha müasir təhlükəsizlik xüsusiyyətləri ilə fərqlənir. Ki, məsələn, burada start menüsü yenilənib artıq, nə bilim, taskbarın dizaynı fərqlidir. Belə də indi bunları göstərəcək birazdan. Taskbar aşağıda yollaşır, ən aşağısı taskbar sayılır. Sonra start menüdə burada da ortada. Belə. Məsələn, Windows 10-da start menüsü soldaydı yadınızdasa. Elə burada olanlardır. Amma indi burada mərkəzdədir. Düzdür, sola gətirə bilər ya. Sola apara bilər ya, o başqa məsələ. Amma ümumiyyətlə, o default vəziyyətdə belə deyək ki, bu ortadadır. Sonra burada başqa yeniliklər olaraq Snap Layout yeniliyi də var. Snap Layout. Birazdan görəcəksiniz. Bir də Android tətbiq dəstəyi və daha çox yeniliklər bu sistemə daxil edilib. Windows 11-in də müxtəlif məqsədlər üçün versiyaları var. Windows 11 Home, Pro, Pro for Workstation, Enterprise, Education, 11 SE və s. Windows 11-də yeniləmələr nədir? İstifadəçi interfeysi. Burada fərqli bir şey yoxdur. Elə sadəcə dizayndır. Dizayn, nə bilim, yazıb yumuşaq künclər, şəffaf effektlər, yeni səs, animasiya sistemi, tünd və açıq rejimlər daha balanslı və estetik görünür. Nəsə, görünüş baxımından bir fərq var da, belə deyək. Zaten istifadəçi interfeysi nə deməkdir? Yəni, istifadəçi ilə əməliyyat sistemi arasında o görüntü nə olur? Yəni, o görüntünü burada təsvir eləməyə çalışın. Bildiniz? Bu yazılanlar onu əsaslandırır. Başlat menüsü yoldaşlar, elə bu startın özüdür, baş menü. Mərkəzə yatırılıb dediyimiz kimi. Bu biz sizə niyə baş menü sayılır? Çünki vacib menülardan biridir ki, biz məsələn iş masasında olmayan nəyisə buradan yazıb axtara bilərik. Nəyinsə içərisində yerləşən qovluqları, proqramları buradan gətirə bilərik. Yəni asan yolla. İşimizi asanlaşdırır da bizim. Çünki orada axtarış var, ona görə search var. Belə. Sonra task bardır. İndi məlum məsələ ki, bunlar əvvəl soldaydı, indi ortadadır belə. Sonra burada hətta başlıq menüsünə recommended də var, tövsiyə olunanlar. Tövsiyə olunanlar nədir? Məsələn, bizim belə deyək də, gün ərzində və ya dünən və s. açdığımız şeylərdir. Aydın oldu. Hansı ki, belə deyək, faillərdir. Bildiniz yoldaşlar. Deməli, bunları dedik. Sonra davam edək. Davam edək, görə nə var başqa burada? Performans var. Performans nədir? Sistem nüvəsi optimallaşdırılır. RAM və CPU istifadəsi azalır. Maraqlı bir şeydir. Ola bilər təbii ki. Notebooklarda batareya ömrü uzadılıb.
əməliyyat sisteminin yüklənməsi və proqramların açılması daha sürətlidir. Sonra təhlükəsizlik baxımından yazıb ki, TPM 2.0 açılışına verilib, belə bir platform var. Məcburi hala gətirilib. Yoldaşlar, bu bilsiz nə deməkdir? Bu bilsiz niyə məcburi hala gətirilir? Çünki yəqin ki, özünüz də görmüsünüz. Windows 10'lara vardı belə şeylər. Elə bil ki, sən internetdən bəzən nəyisə endirmək istəyirsən, prosto endirməyə icazə vermir. Niyə? Çünki özü başa düşür ki, daxildə müəyyən bir təhlükələr ola bilər. Hansı ki, virus əsaslı nələrsə düşə bilər kompüterə. Bu elə bil ki, minimum antivirus proqramı sayılır. Minimum. Daha doğrusu platforması sayılır. Aydın oldu. Növbəti o yenilik dediyimiz Snap Layout'dur. Bu budur. Snap Layout nədir yoldaşlar? Və ya Snap qrup nədir? İndi bunları görəcəksiniz. Bax, gələn pəncərənin bu hissəyə maksimal hissəsini görürsünüz. Burada 2, 3 və 4 rejimdə şeylər asılır. Qısa fraqmentlər görsənir. Bu sizi nəyə bildirir? Yəni pəncərəni, asıq pəncərəni ekranın bu rejimlərində yerləşdirə bilərsiniz. Məsəl üçün bunu vururam. Solu tutdu, gördünüz. Və ya bu birisini vururam. Məsələn bunu sağı tutdu. Və ya məsələn gələm bura. İndi bunu vururam. Solda aşağını tutur. Fikir verirsiniz. Yəni ekranda açıq pəncərənin ekranda yerləşmə rejimləridir bu. Bildiniz nə demək istəyirəm? Hətta burada da verilib 2, 3 və 4 proqramı ekranda nizamlı şəkildə düzə bilərsiniz. Yəni o rejimləridir onun. Aydın oldu, rejimləridir. Amma Snap qrup nədir bəs? Yazıb qruplaşdırılmış, bərkidilmiş elementlər isə həmin düzülüşləri yadda saxlayır. Onda bu nədir? Məsələn, mən bir dənə pəncərə açıram əlavə. Biraz kiçildi. Bir dənə əlavə pəncərə açıram. Bunu aşağı verirəm. Dəqiqə. Minimize elədim. Başqa bir dənə qovluq pəncərəsi aça bilərəm. Bunu aşağı verirəm. Yine bura gələndə, məsələn, gələm qovluğun üzərinə. Bax, fikir verin, yazıb. Group yazıb, gördünüz. Magister File Explorer. İndi mən bunun üzərinə vuran kimi, yəni demək istəyir ki, baxın orada yazıb. Yazıb ki, sonradan bir ikiliklə bərpa eləyə bilərsiniz. Yəni aşağıda olan pəncərələri, taskbarda olanları bir ikiliklə buradan vurmaqla, bir dəfə vurmaqla gördünüz, o birisi pəncərəni yatdı. O qovluq pəncərəsini vurmaqla gətirdi. Aydın oldu. Ya o bunu demək istəyir. Bir ikiliklə bərpa eləməyə gətirmək. Aydın oldu. Bu belə. Sonra burada başqa nə var? Virtual desktop var. Virtual desktop nədir? Hər virtual masaüstü üçün fərqli fon və ad təyin etmək olur. Yoldaşlar, desktop aşağıdadır, taskbarda. Buradadır. Bu üzərinə gəldim, gördünüz. Bu əmrin adı nə sayılır? Bu əmrin adı task view'dur. Task view tapşırıq görünüşü deməkdir. Bunun üzərinə gələndə burada desktop 1. Yəni hal-hazırda bir dənə desktop var. Amma ikincisini yarada bilərsiniz. Burada new desktop'a vururam. İkinci bir desktop yaratdı. Yəni ikinci bir iş masası açdı. Hətta bunun adını da dəyişə bilərsiniz. Üzərinə sağ düymə vururam. Rename. Rename elib adını dəyişirəm. Məsələn, desktop 2-ni silirəm. Tutaq ki, yazıram ki, məsələn, deməli, mimoza salatı. Mən burada proqramların zaten yerini dəyişəndə iki yerdə təsir edir, yoxsa birində ayrı qalır? Yox, orada necə olacaq? İmdanı göstərirəm. Məsələn, desktop 1-ə gəldim, düzdürmü? Burada bir açıq PDF var. İndi onun ilə fərqini görəcəksən. Desktop 1-də açıq PDF var. İndi desktop 2-yə gələm, heç nə yox. Açıq PDF yox. Niyə? Çünki o desktop 1-ə aiddir, 2-yə aid deyil. Yəni konkret hansından söhbət gedirsə, yəni orada olur ancaq. Aydın oldu. Növbəti onun heç bir təsiri yoxdur. Sən istəyirsən burada 50 dənə proqram alsın. Onun desktop 2-yə aidiyyatı yoxdur. Bəs orada olan proqramlar var desktopun üstündə açılmamış Chrome-dan Cortana azad olar. Onların yerini dəyişəndə 2-yə də təsir edir, yoxsa hərəsində ayrı? Onu dəyişib görəcəyik. Məncə təsir etməməlidir, amma yenə də dəyişib görəcəyik. Chrome-un yerini dəyişdim. 2-yə də təsir edir. Yer dəyişənə təsir edir. Başa düşdüm. Yerin dəyişənə təsir edir. Qaydaq birəm.
İndi burada klaviatura düymələri də var ki, yeni iş masası yaratmaq və ya keçid eləmək, silmək. O klaviatura düymələri üçün mən yazıram. Ekran klaviaturası asıb göstərim. İndi Win düyməsi hansıdır? Windows'un öz düyməsi. Win, Control, sağa işarəsini vursam və ya sola. Sola vursam, sola sıra getmir. Sağa vururam, getdi ikinciyə. Win, Control, sola vursam, gəldi birinciyə. Yəni desktoplar arasında keçid edir. Windows, Control sağa, Windows, Control sola. Ya da Win, Control D-ni vuranda desktop yenisini yaradır. Üçüncünü yaradır. Desktop 3. Ya da Win, Control F4 ləğv elədi. Qaldı desktop 1-dən 2. Win, Control F4 qaldı desktop 1. Yəni ləğv edir, silir. Win, Control D yaradır. Win, Control F4 isə ləğv edir. Müəllim, biz Win Control F4-ü bir də bassaq nə olacaq? Necə? Win Control F4 orada bir dənə qalır. Heç nə olmayacaq. Elə bu son bir dənə qalmalıdır, elə şey olar. Orada deyirəm. Hamısını silir, bir dənə qalır. Bildim. Paputu. Bu da belə getdi. Növbəti görək orada nə qaldı. Gəldim aşağı. Microsoft Store. Deməli yoldaşlar, Microsoft Store nə edir? Tamamilə yenilənmiş interfeys, istənilən tip tətbiqlər qəbul edir, daha təhlükəsiz və istifadəsi rahat. Microsoft Store nədir? De burada. Burada da var. Proqramdır da. Proqramları indirə bilərik daha doğrusu oradan. Yəni heç birisi də App Store, Play Store nə deməkdir? Görürsünüz. Burada da proqramlar var. İndirə bilirsiniz. Microsoft Teams, Zoom, Canva, nə bilim, PowerToys, Slack, OneNote və s. Android tətbiqləri qeyd olunur. Windows 11. Bu Amazon App Store yazdım, məndə çıxmadı. Bilmirəm niyə. Yəqin yoxdur ona görə. Amma Windows 11-i özünü yazım görüm. O çıxacaq mı? Onu heç yoxlamadım aşağı. Yox, heç o da yoxdur. Tətbiqi, bu PDF-in özü də heç. Əlavə nədir ki bu? Yox, Nə yox. axtarırsınız müəllim? Yazıb Android tətbiqləri. Nəysə, məndə çıxmadı ortaya. İndi sizə bəlkə çıxa bilər. Yoxlayarsınız. Mənim ayarlardan olmalı deyə səhv eləmirəmsə. İndi ola bilər də, ayarlarda Nasraka görmüşdüm. Nasraka da ola bilər. Oyun xüsusiyyətləri. Ayarlarda ola bilər, Ayarlarda ola bilər. Tamam, bir də ayarlara girmədim də. Dedim PUBG çıxsın qarşımıza. Oyun xüsusiyyətləri də var. Elə bu da ayarlarda da onsuz. Auto HDR. Yazıb oyunlarda dinamik işıqlandırma və rəng diapazonunu artırır. Bunu oyunlarda görə bilərsiniz, yoldaşlar. Fərqini. Çünki bunu belə görmək çətin məsələdir. Mən buraya yanında istəyinizi göstərim. Biz fərq olduğu üzərində işləyəcək. Süni intellekt var burada. Aha, bax, bu yaxşıdır həqiqətən də. Deməli, Windows 11-in üzərinə süni intellekt gəlib. Adı Copilot. Zopilot. Yardımçı pilot. Bəli, yəni bildiyin, burada da var yoldaşlar. Mən gəlib bura düşüb avtomatik. Chat. PDF-in sağ yuxarısındadır. Vururam, elə internetlə işləyir, açılır. Aşağıda gəldi. Mesaj Copilot. Gəlin yazaq. Salam, necəsən? Yazıb ki, salam, mən yaxşıyam. Təşəkkür edirəm. Sənin halın necədir? Günün necə keçir? Necə keçir? Bütün gün dərs keçirəm mən bədbəxt. Bütün günü dərs keçirəm. Və bu dərslərin sonunda Baba Titos yeyib içmək lazımdır. Baba Titos'u deyəcək anlamadım, amma yenə də anladım. Aha, yox yazıb başa düşdü özü.
Babatitos seni maraqlandım. Sən hansı yeməyi və ki nəzərdə tutursan? Chips, fast food yoxsa xüsusi bir qəlyan altı krem? Bax yazıb. Babatitos tipli yeməklər, sağlam seçim, cips və içki əvəzinə salat plus Sağlam qəzə. olmayan nə varsa Babatitosdur. Bəli. Nəysə, başım bıraxın bunu. Belə bir süni intellekt. Amma yaxşıdır da, zordur. Tarixə bölgəndə yazma olarsa, yəni başqa adam olmayanda. Elədir də. Olmayan süni intellekt adam nəsə dostudur. Nəsə Yaxşı. tərifləyəcək. Bəli. Gəldik Widget. Widget nə deyirlər? Mənim bir geç normalda da var idi. Əvvəldən var idi axı. Bu şey də hava durumu, xəbərlər, süni Ekrana intellekt. əvvəl kalendar zət də qoyma olurdu ekrana yuxarıda belə. Ayında aşağıdadır. Fikir versin, sol aşağı üçüncə baxım dənə məndə. Bax, vuran kimi asılır indi. Bura Məndə gələn də kimi. sağda aşağıdadır da müəllim, eyni şeydir. Hə, Windows ona görə deyirsən. Ha, eyni var da, yəni fərqli bir şey Var deyil orada axı. da. Prost bu heç kimi deyil məncə. Məncə fərq eləyir. Çünki mən fərqini görürəm asıl özümdəkinə görə. Aha, burada qəşəng yemək Mənim niyə var. Fahrenheit-nə qeyd eləmisiniz ki, havanı? Heç mən fikir vermirəm ki, ona. Hələ mən Windows 11-i təzə yükləmişəm, ancaq dərs keçirəm. Xəbərim yoxdur O içindən nə sesiyə var. dəyişmək olur. Yəqin ki, dəyişə bilərik. Amma bilmirəm dəqiq, onu yoxlamaq lazımdır. Fahrenheit-nə göstərir. Üzərinə sağ düymə vururam. Manage location. Baku, O da Baku yəqin City. ayarlardadır hamısı. Deyəsən ayarlarda olar. Burada nəsə dəyişmək olmur. Ha, bunun burada şey gəldi bax. B Kənarda 3 düymə. Celsius, Fahrenheit Celsius. Yuxarıda da elə. Hə, odur. Celsius. Ha, bunu dersən. Celsius nə göstərsin? Deyil, 7 dərəcə. Hə, indi düzəldi. Ha. Ha, bunu heç yoxlamamışdım. Məsəl üçün, indi baxdım. Papdım. Və nələrsə qeyd olunub da burada yoldaşlar var. Customiz var orada müəllim. Başqa nə var orada? Customiz var ikincidə. Kastımızı vuranda, bax gəlir burada. Nələrsə var. Amma heç nə göstərmir. Axtarış gətirir. Yəqin ki, özümüz nəsə əlavə eləyə bilərik. Yəqin başqa ölçüləri ala Nəysə, bilərik. başım bırax getsin. Əsas yeməkdir. Yeməklərə baxmaq lazımdır. Burada babatı nəsə pişiriblər. Gəldim tətbiq inteqrasiyası. Burada nə var? Teams inteqrasiyası, birbaşa task vardır. Əslən düzdür, burada Teams də var. De burada show hidden icons var. Buraya vururam. Bax Teams var burada. Microsoft Teams. Düz yoldaşlar. Mən istifadə eləməmişəm bunu. İndi biz Zoom-dan dərs keçirək ona görə. Mən bunu istifadə eləməmişəm. Amma yəni ki var da indi onsuz gör burada çətin nəsə var ki. Qeydiyyatdan keçib istifadə edirsiniz. Mənim Gmail-lə şey yaxşıdır, zəng kimi belə. Gmail-lə də olur. Ola bilər. Və yeniləmə modeli. İllik əsas yeniləmə. Yeniləmə də var bax burada. Necə ki yoldaşlar, şeydə gəldi iPhone-larda falan iOS-un yenilənməsi. Elə kompüterdə olurdu onsuz. Hətta bəzən yeniləmə olanda fikir vermirsiniz, məcburən yeniləyirdi. Necə? Update and shutdown yazır. Sən kompüteri söndürmək üçün onu məcburi yeniləyir, sonra söndürür. Yəni ki, bildiniz nədən söhbət gedir. Bildiyim müəllim. Bildinizsə muhtəşəm. Belə. Bunu dedik. Sonra yoldaşlar, gəldim nə? Eləsən çox şey dedik. Dərsin ortasında var olsa, PDF-in ortasında bunlar hamısı. Windows 11-in quraşdırılması üçün və normal şəkildə işləməsi üçün bunun müəyyən bir minimal tələbləri var. Vacib deyil. Amma yəni imtahana düşə biləcək də deyil onsuz. Əsas yəni əlavə məlumat xarakterli öyrənə bilərsiniz. Belə şeylər olsa düşünür. Minimum RAM 4 olmalıdır. Yaddaş 64. Ha, tələb qoy burada. Video kart da qoy belə direkt şey 12. Məndə 11 desə. Yo, indi o minimal buna minimal tələb qoy ba. Minimal tələb qoy buna. Onlar minimal tələblərdir, yadda saxlayın. Mən də hər zaman bunu qoyanda onsuz zaten bunu minimal tələb olaraq qoydu. Yazıb burada. Minimum göstərəcəm. İndi yoldaşlar. Kompüter işə salındığı zaman BIOS işə düşür. Bunu yəqin ki burada hamı bilir. Çünki 50.000 dəfə demişik. Kompüterin qurğularını testdən keçirir. Daha sonra əməliyyat sistemini yerləşdiyi diskdən əməliyyatdaşı, yəni RAM-a ötürür. Və təbii ki Windows 11 yüklənir. Windows 11 yüklənəndən sonra ekranda aldığımız görüntü nə sayılır? Desktop, yəni iş masası. Yəni məndə də görünür bu dəqiqə. İndi desktopda iş masasında əməliyyat sisteminin obyektləri və idarə etmə elementləri yerləşir. Əməliyyat sisteminin əsas elementləri elə desktopdur. Task vardır.
və start. Yəni vacib olan 3 dənə əsas komponent bunlardır. Ki biz bunların üzərindən istənilən yerlərə daxil oluruq da, həqiqətən elə də yoldaşlar. İndi gələk birinci taskbar haqqında danışacağıq. Desktopda onsuz elə ciddi bir şey yox. Desktopda nə var ki, piktogramlar yerləşir onsuz. Taskbar haqqında, sonra start menü, sonra digərlər haqqında məlumat verəcəyik. Deməli yoldaşlar, taskbarda onsuz sol tərəfdə bunu bildiniz də widget. Sonra ikinci start menüdür burada. Hansı ki əsas menü, baş menü sayılır. Bununla bağlı məlumat verəcək, onun da içərisində danışacaq hələ. Sonra search'dur bu heç. Search zaten startın içində də var, elə yuxarıda. Eyni şeydir. Dördüncü bildiniz də bu iş masası yaradılma söhbəti. Buna task view dedik, tapşırıq görünüşü burada da qeyd olunur. Beşinci nə sayılır? Bərkidilmiş və aktiv proqramlar. Əslən düzdür də proqramları biz bura bərkidə bilərik. Məndə də var, yoldaşlar, aşağıda da eyni şey. İndi qulaq asın. Hər hansısa proqram bura necə bərkidə bilərik? O da artıq vacibdir. Məsəl üçün, tutaq ki, seçirəm də, məsələn, Excel proqramı. Burada da start menüsündə. Ya sürükləyib gətirə bilərsiniz aşağı. Bərkidin. Ya da məsəl üçün, başqa bir proqram gətirim. Tutaq ki, PowerPoint. İndi bunu sürükləmirəm. Bunu başqa yolla izah edəcəm. Necə? Üzərinə sağ düymə vurursunuz. Sağ düymə vuranda pin to task var. Aşağı bərkidin. Aydındır yoldaşlar. Bu bəlkədə aşağı. İndi əgər istəmirsinizsə, üzərinə sağ düymə unpin. Yəni aşağıda üzərinə sağ düymə unpin. Unpin pin olunma rejimindən çıxardır. Hətta mən sizə deyim ki, tutaq ki, məsəl üçün bir şey açmısınız, PowerPoint. Düzdürmü? Sənəd üzərinə işləyirsiniz də, tutaq ki, burada slaydlar və s. var. İlk dəfasında birisi də aşağıya gəlir onun ikonu görsənir. Yəni, burada aktiv olan halda belə üzərinə sağ düymə vurursunuz. Pin to task var burada. Vuran kimi bəlkə. İndi proqramı bağlasaz belə. Daha doğrusu açıq pəncərəni bağlasaz belə. Piktogram aşağı bəlkidir. Sonra sağ tərəfdə gəldim show hidden. Burada var. Show hidden icons. Deməndə də var bu. Copilotdur, nə zoomdur və s. Mənim onlar hamısı startda daxil olmağından hamısı taskbarda yerləşir. Onun tərkibindədir. Necə? Sayılır. Hamısı taskbardır. Mənə taskbar ümumidə aşağıdır. Aşağı bütöv taskbar sayılır, soldan sağa doğru. Yəni start ayrı bir şey sayılmır, elə içində gedir. Yox, onun içindədir. Amma ayrıca obyekt üçün baxırıq biz ona. Çünki startdan çox şey eləyə bilir, ona görə. Başa düşdüm. Sonra nə var? 7-ci şeydir. Quick settings. Quick settings nə deyirlərsə? Burada hətta dil də var. İndi o dili qeyd demədim. Burada dil də var. AZ, görürsünüz. Klaviatura dili. O klaviatura dili də məndə də var təbii ki burada aşağıda. Yoldaşlar, klaviatura dilin ya buradan dəyişə bilərsiniz, ya da klaviaturada Alt Shift ilə, Alt Shift, Alt plus Shift, ya da Windows düyməsindən probel, yəni space. Windows düyməsinin space barı vurmaqla da belə deyək, şeyi dəyişə bilərsiniz. Nədir? Klaviatura dilini dəyişə bilərsiniz. Klaviatura yəni yazı dili, da indi Word-də falan. Nasıl yazanda fərqini görə bilərsiniz. Yaxşı. Növbəti bura nə sayılır? 7-ci yer. O üçün birisi niyə bir seçib göstərir? Çünki həqiqətən elə birləşib. Bax, məndə də elə də aşağı. Üzərinə gələndə ağ fonda görsənir. Fikir verirsiniz. Üçü də eyni şeydədir, vəziyyət, yerdədir. Çünki yoldaşlar, bura sayılır quick settings, sürətli parametrlər adlanır. Bu 7-ci. Hansı ki, zaryadkadır, səsdir. Buranı klaviaturadan Win aynen aça bilərsiniz. Win A. Vuran kimi açılır. İnternetdir, nə bilim, bultuzdur. İndi bilirsiniz də bu səsdir, buradan tənzimləyə bilərik. Ekran işığını artırıb azalda bilərsiniz. Uçuş modu və s. Hansı ki, müəyyən xüsusiyyətlər var. Telefonda olan xüsusiyyətlər kimidir elə. Demək olar ki. Sonra növbəti notification. Notification-da Win düyməsi ilə nədir? O da budur. Bu saat tarix var ya. Saat tarixi görürsünüz. Notification oldu da bəs. Win and vuran kimi asılır. Burada mənə gələn bildirimi də görə bilərəm. Hətta clear all eləyib sildim. Bildirimi sildim.
Aşağıdakı vaxt tarixi görə bilərik. İndi ayın neçəsi və s. Kalendar. Belə. Bu qaydada. Bir də yoldaşlar, ən sağda show desktop var. Ən sağda deyəndə fikir versiniz, bax, çox balaca yerdir. Bax, görürsünüz buranı, xətt gedib, nazik. O biz nə üçündür? Bax, bizdə də var ən sağda, aşağıda. İndi düzdür, görə bilməyəcəksiniz, yəqin ki, bəlkə də. Bəlkə də görərsiniz. Ən sağda show desktop. Bax, üzərinə gələn kimi adı yazılır, görsənir. Mouse'un sol düyməsini vursam, aşağı indi pəncərə. Həmin yerin üzərində. Həmin yerin üzərində mouse'un sol düyməsini bir dəfə vursam, aşağı indi. Bir dəfə də vursam, geri bərpa elədi. Yəni qaytardı. Aydın oldu. Sonra widgets, bunları dedik, bunlar heç. Widgets'də mövcud olan şeylər var. Widgetlər. Yəni nələr var, onları göstərir. O qədər vacib bir şey deyil əslində. Bilməm, bəlkə də düşərlər, amma inanmıram. Yəni xəbərlərdir, trafikdir, nəqliyyat məlumatı, belə. Səhimlər, idmanla bağlı. İndi gəldim yoldaşlar, nəyə? Taskbarın belə deyək, kontekst menüsuna. Bax. Deməli, taskbar üzərində boş bir yerdə sağ düymə vururam. 2 dənə əmr var. Task Manager, bir də Taskbar Settings. Task Manager vururam. Belə bir pəncərə açılır. Burada Task Manager yəqin ki, bəziləri bizə bilərsiniz. Bu hansı ki, kompüterin fəaliyyəti donanda, yəni belə deyək də, kompüter donanda buradan istifadə edə bilərik. Çünki o donma yaradan proqramı bağlaya bilərik də. End task var burada. Bir də yoldaşlar, burada nəyə görə bilərsiniz? Bu performans hissəsindən. CPU-dur, memory-dir, yəni prosesordur, RAM-dır, diskdir, Wi-Fi-dir, GPU-dur. Bunların işləməsini görə bilərsiniz ki, hal-hazırda məsələn, tutaq ki, deyirəm də CPU, bu fikir versiniz, faizlər dəyişir, görürsünüz. 10, 12, 5%, 14% işləyir yəni. Aydın oldu. Belə. Yəni, bu qayda bunları görə bilərik. Məsələn, hal-hazırda RAM 80% işləyir demək olardır. 79%. Əslən çoxdur. Ona görə kompüter donadan işləyir də çox vaxt. Bu səbəblərdən biri də budur. Çünki RAM-ın gücü satmır, yoldaşlar. Aydın oldu. Burada çox şeylər var. Bu ehtiyac yoxdur, yəni bunların üzərinə bir-bir nəyəsə baxmağa. Əsas bunu bilsəz bəs. Task Manager nə edir? Task Managerin klaviatura kombinasiyası 2 dənədir. Bunlar da hansılardır? Ya Ctrl Shift Escape'dir. Ctrl Shift E sıcı. Ya da yoldaşlar Ctrl Alt Delete. Aydın oldu. Bunun 2 dənə kombinasiyası var. Ctrl Shift Esc. Vuran kimi asıldı. Yarısı Ctrl Alt Delete. Belə. Variya da saxlayacağız. Yaxşı mı? Sonra növbəti taskbar setting. In settings elə bir şeydir ki, orada məlumat çox olur biraz. Gəldim search-ə. Burada search var. Sağda vururam. Search box'un üzərinə. Burada 4 dənə əməliyyat açılır. Hide. Search bilirsiniz də aşağıdakıdır. Taskbarda olan axtarış. İndi hide eləsəm nə olacaq? Bir də aşağıya baxın görəcəksiniz. Bax gizlət. Sonra search icon only eləsəm ikon formatda göstərir. Amma search icon and label eləsəm label elə bir ki şey olaraq göstərir. Həm ikonun həm də etiketini belə deyək göstərir. Search box qutu formatlı search göstərir. Və belə. Növbəti task view. Task view bildiyiniz hansısa. Desktoplar. İndi burada on rejimində deyə aşağıda görsənir. Bunu off eləsəm, aşağıda etdi, gizlətdi. Aydındır. Sonra yoldaşlar, widget bildiyinizdə sollaydı. Bayını görsənir. Buradan off eləsəm, yenə onu da gizlətdi. Amma on rejiminə vursam, göstərir təbii ki. Belə. Sonra burada görüm nələr var. Gəldim burada emoji and more.
Hal-hazırda sağda never vurulub. Never nə deməkdir? Yəni heç vaxt göstərmə. Mən amma always seçəcəm. Yəni göstər. İndi bax emojini aşağıda görəsiniz bax burada sağda. İndi baxın görəcəksiniz. Bacardı. De budur. Vuran kimdə aslında hətta. Bax burada işarəsi var. Smiley işarəsi gördünüz. Vuran kimdə asıldı. Buradan stikerlər, nə bilim, yemək şəkilləri, nələr desəz var. Nə desəz var burada. Yəni bildiyimiz WhatsApp şeylərdir də. Aydın oldu. İndi yoldaşlar bunu gətirmək üçün bir dənə Word sənədə açıram. Niyə? Çünki Word sənədin üzərindən onun fərqini görəcəksiniz. Sizdə normalda necə görə bilərik ki? Ancaq yazı, yəni yazı sənədin üzərinə gələr də o, elə deyilmi? İndi emojilərdən gələk görək nələr var. Məsələn, tutaq ki, bir dənə burger gətirirəm. Bir fili gətirirəm. Bir dənə hamburger gətirirəm. Belə. Bunları gətdim. İndi seçirəm bunları. Şriftin ölçüsünü böyütsəz var. Şriftin ölçüsünü. Bunlar da böyüyür. Görürsünüz. Bu qayda görə bilərik. Aydın oldu. Belə. Emojilər budur. Hətta orada şey də var. Klaviatura. Onun da içində emojilər var. Bay yoldaşlar. Burada settings'e daxil olurum. Bayaq şeyirəm. Burada şey də vardı. Task keyboard var. Görürsünüz. Bunu da always eləsəm. De bu da gəldi. Bax burada. Task keyboard gördünüz. İndi məsələn task keyboardu vururam. Bax görürsünüz belədir. Aşağıda gəldi. Fikir verirsiniz. Yazılar falan yaza bilərik. Hatta burada da emojilər var bax burada. Solda, yuxarıda. Buranın kimi gəldi bax. Fikir verirsiniz. Belə. İndi istənilən birini seçib əlavə edə bilirsiniz. Bax. Baba qayıtdı. Aydın oldu. Ya bu da bir ekran klaviatura rejimi kimin için yazı veya müəyyən işarələr gətirə bilərsiniz. Emoji ayrıdır amma klaviatura ayrıdır da. Klaviaturada həm də yazı yaza bilirsiniz. O söhbətdə var. Nə var eləyə bilərik hər ikisini? Yəni aşağıda yer tutmasında bu dəqiqə ehtiyac yoxdur biz o. Sonra şu var. Pen menü var. Plus bir şey var ki pen menü məndə aktiv deyil. Yəni aktiv dediyinə aktivdir amma aşağıda görsənmir. Hətta mən duran ona şeydən yazım. Çünki onun şeyi burada pen menü. Buradan vururam amma mən aktiv göstərir amma yine aşağıda görsənmir, aktiv deyil. Siz evdə yoxlayarsınız, bəlkə sizdə gəlir. Görüm bir dənə bəlkə bunu şeydən yoxlayayım. Storage, bu nədir görərsən? Aktivdir. Pen menü. Ha. Aktivdir, problem yoxdur məncə. Qoy bir dəqiqə. Görüm bəlkə burada nəsə. Yox, bu şey deyil, bunlara aid deyil bura. Pen menü aktivdir məncə, amma settings'e bir dənə yenidən girək. Deyəsən burada, bir dəqiqə. Bunu bəlkə aktivləşdirək. Bu nə deməkdir? Ignore touch input. Gəlmədə yenə deyəsən yoxdur. Gəlmədi. Bunların qabağına işarə vurdum, gəlmədi. Show kursor. Bəlkə artıram, azaltmağa heç görsəm bile heç işarəsi belə gəlmir. İşarəsi gəlsəydi yaxşı olardı. Dəqiqə bəlkə burada bu aktiv deyil. Bu deyir ki Microsoft bəlkə account ona görə icazə vermir, account yazmamışıq deyə. Ola bilər. Nəysə, pen bu dəqiqə məndə yəni dediyim kimi əlverişli olmadı. Yəni aşağıda yoxdur yoldaşlar. Gəlmədi, görsənmədi hal-hazırda. Task keyboardu dedi ki, virtual touchpad var. Touchpad nədir? Vururam deyə aşağıda gəldi bu. Virtual touchpad. Amma touchpad bu da yoldaşlar. İndi düzdür. Bu dəqiqə aktiv deyil. Hardasa niyə? Çünki belə deyim də, touchpad klaviatura bilirsiniz də, bu senin üzərində olur axı. Notebooklarda touchpad var, biz özümüz istifadə edirik. İndi ona görə məndə məsələn bu dəqiqə bu aktiv deyil, heç bir rol oynamır.
Yəni bunu da yığışdıraq getsin. Bu dəqiqə bunun bir rolu yoxdur indi. Aydın oldu. Belə. Növbəti nə var başqa burada? Bu üstədə qoyacağım nə var? Bu hissə vacib deyil bizə. Bura vursaq. Burada nə var? Taskbar behaviors yazıb. Nəsə belə bir şey yazıb. Taskbar alignmentdə nə var burada? Taskbar alignment. Yoldaşlar burada iki dənə şey var. Left bir də center. Left eləyirəm. Fikir verin start menüsü və digər elementləri sola seçsin. Amma center eləsəm mərkəzə gətirdi. Aydındır mı? Sonra bu nədir görürüm? Bu deyəsən şeydir. Tablet mod rejimindən istifadə eləməklədir. Tablet mod burada olmalıydı əslində. Görüm məndə var mı burada? Tablet mod rejimi. Yo project yo. Orada məncə olmalıydı. Bu değil mi? Yo bu değil. Bu kəsim no thanks. Close. Bu şey. Neyse bu o değil. Bu da hal-hazırda görünmədi. Növbəti avtomatik hide the task var. Bunu vururam. İndi baxım bir dənə aşağıya. Task varı gizlətdi. Yenidən vursam. İndi göstərdi. Aydındır. Yəni task varı gizlədib göstərmək üçündür bu. Sonra yoldaşlar show badgets on taskbar apps. Bunu vururam. Bu taskbarda ikonların işarələrini gizlədib göstərəsində burası məndə aktiv deyil bu dəqiqə. Dediyim kimi yəqin ki əməliyyat sisteminə görədir. Yəni olsa fərqini görərdi yəni azından onu görürəm. Sonra nə var bir də? Qalanları o qədər vacib deyil. Bir də burada şey var. Combine taskbar buttons and hide labels. Sağda 3 tane şey var. Always, when taskbar is full bir de ne var? Bunlar ne üçündür? Bunları bir de izah edeyim. Bu üçünü de size. Bunları izah edeyim. Bunu izah etmək üçün yoldaşlar biz aşağıda öyle when taskbar is full vururam. Fikir versizsə adları görsənir və ikonların. Normalda faylların adı, proqramların faylların adları görsənmir də aşağıda. Always eləyəndə adların görsünüz yox. Ancaq mənim görsünüz işarələrini. Elə deyil. Üzərinə gələndə görsənir, normalda görsənmir. Bəli. Amma dediyim kimi when taskbar is full eləyəndə adları görsənir. Bir də yoldaşlar burada never var. Burası never'la o when taskbar is full'un fərqi nədir? Bunun fərqini görmək üçün mən aşağıda bir neçə şey yazıram. Pəncərə belə deyək. Məsələn bir dənə qovluq açsam. Bir dənə kontrol paneli, idarə etmə paneli açıram. Nə bilim bir dənə tutaq ki Word açıram. Axır ki deyən aşağıda bir neçə şeylər açaq ki fərqini görək. Bir dənə Excel açıram. İndi when taskbar is full budur. Never eləyəsəm. Yox, gəlin belə eləyək. Gəlin bir neçə qovluqda açaq. Bir dəqiqə. Aha, bir neçə qovluq açıram əlavə. Aşağı eləyirəm. İndi deyəcəm niyə. Neçə dənə papka açsın? 3 dənə. İndi qulaq asın. Aşağıda fikir versizsə, qovluqları ayrı göstərir. Amma yoldaşlar, o niyə ayrı göstərir? Mən sizə deyim. Amma bu birləşə bilər ha. Nə zaman birləşir? Yenə qovluq açıram. Yenə açıram. Hələ ki birləşmədi ha. Aslında birləşməlidir. Yəqin taskbarda yer var ona görə. Onda bir dənə Word açıram. Fikir verin qovluqları yığdı bir yerə. Qovluqları niyə bir yerə yığdı? Çünki bunun tərcüməsi bilirsiniz nədir? When taskbar is full. Taskbarda olanda birləşdir. Yəni taskbarda olanda qovluqları bir yerə yığdı. Və ya məsələn, Word sənədləri ayrı. İndi mən burada never vuranda never. Fikir verin qovluqları da ayrıdır. Çünki never o demək ki, heç vaxt birləşdirmə. Aydın oldu. Never o demək ki, heç vaxt birləşdirmə. Bildiniz? Amma when taskbar is full o demək ki, dolanda birləşdir. Aydın oldu yoldaşlar. Always seçən adi qayda. Bir də onu deyim ki, never olanda da adlar görsənir. Never olanda da adlar görsənir. When taskbar is full olanda da adlar görsənir. Bir dənə always adlar görsənmir. Aydın oldu. Bunları yadda saxlayaq.
Ee, bu belə. Sonra yollarsa ne var başka burada? Şimdi dediğim kimi vacib olan yerlərdə mən çalışıram. Mesela vaxt tarix falan söhbətlər var bana. Vaxt tarixi dəyişə bilərsiniz. İndi bu bilirsiniz də ölkələri dəyişəndə saat da dəyişir o dəqiqə. Ya vaxt tarixi falan dəyişə bilər, zonaları dəyişə bilərsiniz belə. İndi bu dəqiqə vacib deyil deyə o hissələri. Taskbar settings danışıqlarımız bu. Bayaqdan dediklərimiz bunlardır. Digər pəncərələri elə ki bağlayaq. Sonra növbəti nədən danışacağıq? Deməli, gəldim yoldaşlar, start menü. Start menünün hansı yollarını aça bilərik? Bu da qəbul suallarına var ha. Ya mouse'un sol düyməsinin üzərinə vurun açın. Bir dəfə. Ya klaviaturadan bunun öz düyməsi var. Yəqin ki, bayaq gördünüz. Win düyməsi bir dəfə. Ya da klaviaturada Ctrl-S, Ctrl-ESC, Ctrl-Escape. Yəni bunu vuraraq açsın. Aydın oldu. İndi start menüsündə nə var? Yuxarıda axtarış var. Search. Sonra burada pinnet yazılıb. Görsünüz yoldaşlar. Pinnet. Yəni pin olunmuş proqramlar var. Hətta burada all var sağda. All'u vururam. All nə deməkdir? Bütün. Burada məsələn proqramların əlifba sırası ilə düzülüşünü görə bilərsiniz. Fikir verirsiniz A ilə başlayan, B ilə başlayan, C ilə başlayan. Aydındırmı? Bunları görə bilərsiniz. Belə. Sonra aşağıda recommended var. Recommended nə deməkdir? Tövsiyə olunanlar bayaq da qeyd elədik. Yəni mənim açdığım fayllar, PDF-lər və s. burada görə bilərsiniz. Hətta burada da moru vurub, mor var. Bunu vururam. Məsələn bugün, dünən açdığımız və s. görə bilərik. Hətta bunların üzərinə sağ düymə vurub. Remove from list eləsəz, listədən çıxarda bilərsiniz. Və çıxardıram bir-bir, görürsünüz. Çevirirsiniz. Mən Listədən çıxardım. bunların da say var. Nə qədər saydan sonra yığılır. Necə? Bunlarda da say var. Nə qədərsə saydan sonra mübadilə buferinə elə bil köçürülmür. Yəni orada yadda Yox, bu saxlanılır. mübadilə buferinə aidiyyatı yoxdur. Sən nəyisə kopyalamırsan, görə düşsün. Sadəcə burada saxlama Yəni sayı say ola yoxdur. bilər. Saxlama sayı ola bilər. Hə, Onu da onu bilmirəm. soruşdum. Görüm burada qeyd olunub bu. Onu, yəni mən fikir verməmişəm ona çünki. Onun sayı məncə görüm qeyd olunub mu? Start menüsüdə eləmi? Məncə onun qeyd olunmuyor. Məncə. Amma yenə də baxaq. Yox, qeyd olunmuyor. Bir dənə baxın, məncə qeyd olunmuyor. Olunsa görsənərdi. Say məhdudiyyəti qeyd olunmuyor. Bəlkə də var, amma yəni qeyd olunmuyor burada. Təbii ki, onu ancaq yoxlayıb görmək lazımdır. Fikir verib görmək lazımdır ki, bu nə qədər saxlaya bilir, nə qədər neynədir, nə iş gördü. Növbəti burada nə gəldi? İstifarəsi hesabımız Əyyub Nuruşov öz ad soyadımla bağlıdır. Məlum məsələdir yollar. Hətta mən bura profil şəkildə qoya bilərəm. İndi hələ heç qoymamışam. Belə. Sonra sağda isə nə var? Power var. Power nədir? Üzərinə vuranda lock, sleep, shutdown, restart. Bir də yollar hibernate rejimi də var. Hibernate. O məndə bu dəqiqə burada belə deyək ki, görsənmir. Yəni bilmirəm də gəlməyib, yəni hal-hazırda bura. Aydın oldu. Aha. Aydın oldu. Davam eləyək. İndi burada nə var? Lock nə eləyir? Kilidləyir. Elə bir ki, parol rejiminə salır. Silib nə eləyir? İndi bunları bir-bir eləmirəm. Niyə? Çünki bir dəqiqə onlayn qoşulmuşuq. İndi dərsimiz yarım sıxılmayacaq. Silib eləyirəm. Yuxu rejiminə salacaq. Yəqin ki, yoxlamışsın anırsa. Shutdown eləsə söndürür. Restart da ki, yenidən söndürüb yandırır da. Aydın oldu. Yoldaşlar, burada silib enerjiyə qənaət edir əsasən. Əsasən enerjiyə qənaət rejimi sayılır. Əslində burada hibernate də var dediyim kimi. O nədənsə məndə görsənmir. Ümumiyyətlə o
Windows 10'lara gəlməmişdi. Bizdə bəzi müəllimlərdə avtomatik gəlib. Hətta burada müəllimə qeyd edib səhv eləmirəmsə. Hadi gəlib bunlardan. Hibernate rejimi. Düzdür, onu gətirmək olur. O şeydən gəlir. Control panel var. Ayarlar parametrdən. Oradan gətirmək olur. Belə. Sonra nə var burada başqa? Startın üzərinə sağ düymə vuranda, sağ düymə nə deməkdir? Kontekst menü açır. Bunu Win X ilə də asa bilərsiniz. Windows düyməsi X. Burada yoldaşlar müəyyən komandalar var. İndi qulaq asın. Əslində bunlar da parametrlərdə. Bunların üzərinə bir-bir daxil olsaq, məsələn bunlar da hokkadır. Bunların içərisində nələrsə var. Prosta oturub biz bunları danışmayacaq da bir-bir. Çünki o qədər dərinliyi, o qədər də abartı formatda düşmür. Aydınmı? Onsuz adları qeyd olunub. Elə materialda da adlarını vermişik. Adlarını verib müəllimə burada. Adları qeyd olunub. Winx-lə də asa bilərik kontekst menü. Belə. Sonra bu hissəsi heç bizə vacib olan hissələrə əsas deyəcəm mən sizə. Gəldim yoldaşlar. Burada yeni bir anlayışlar var. Mika. Bir də Fluent interface funksiyaları. Bir də adına baxın. Interface. Yəni görüntü ilə bağlı bir şeydir. Daha doğrusu dizayn, görünüş. Yazır ki yoldaşlar Mika nədir? Windows 11'də Mika əməliyyat sisteminin Fluent Design, axıcı dizayn dilinə aid olan dinamik və qeyri-şəffaf bir vizual effektdir. Bu əsasən pəncərələrin fonunu və başlıq hissələrini bəzəmək, tətbiqlərə müasir və dərinlik hissi verən bir görünüş qazandırmaq üçün istifadə edilir. Deməli, mən bu dəqiqə orada nəsə bir fərq görə bilmirəm. Pəncərənin başlığı bizdə belədir. Yəni boz rəng çalarına oxşuyur. Hal-hazırda. İndi bəlkə ona görə fərq eləyə bilər. Aydındır mənə demək istəyirəm. Sonra Mika'nın işləmə prinsipi və xüsusiyyətləri. Divar kağızı ilə inteqrasiya, belə bir şey yazıb. Performans dostu olması. Çox əlaqəsiz bir şeylər, dəqiqətən. Belə sual qəbul edirsin axı. Visual hierarxiya və Vox, Mika alt. Nəsə, belə bir şeylər var. Bunlar da yoldaşlar. Dediyim kimi, elə əslində bunlar düşməyəcək bu Mika'nın əsas xüsusiyyətləri. Heç ağlım kəsmir. Düşsə də adlarını bilsəz bəs eləyər. Zaten bununla bağlı nə düşsün axı? Yazıb qənaət eləyir, nə bilim, resurslara, pəncərəni bulandırır. Nə bilim, belə şeylər yazmır. Gizli şeylər var. Mika deyəndə adamın ağlına başqa şey gəlir. Hə? Heç nə var. Yox, fərqli bir şey yazıb da fikir verirsiniz. Yəni qənaət eləmək, nə bilim, pəncərəni rəngli göstərir, canlı görünür. Boş-boş düymələri öyrənməyə etsən. Ya belə. Neyse Mika bu deməkdir. Fluent nədir bəs? O da onu taid elə demək olar ki. Yazıb ki, Fluent də, bir şey deyim yoldaşlar. Mika ilə Fluent'in içində də. Onu da biləsiniz yəni. Yazıb ki, Fluent Design System, axıcı dizayn sistemi. Sadəcə bir vizual görünüş deyil. Microsoft tərəfindən hazırlanmış və istifadəçi təcrübəsini daha təbii, rəqəmsal dünyanı isə daha fiziki hiss etdirmək üçün yaradılmış bir dizayn dilidir. Yəni, belə deyək də, bunlar konkret dizayndır. Aydın oldu. Dizayn, görünüş. Nə bilim, keyfiyyət, estetika. Belə. Etika, estetika. Nə bilim, nə gəldi deyirik. Yazıb burada, bunun da şeyləri var. Yazıb Fluent interfeysi 5 əsas element üzərinə qurulub. İşıq, həcm, hərəkət, material. Nə bilim, belə. Belə şeylər yazıb. Bunları öyrənəcəksiniz. Çünki burada elə şey var ki, onun nə bilim bir göstəriləsi, izah olması bir yeri yoxdur. Bunlara baxacaqsınız. Bunlar öz yerində. Gəldim burada Windows 10'da əsas obyektlər. Təbii ki, yoldaşlar, piktogram anlayışı, icon anlayışı bunlar idi. Yəni qovluq, proqram, nə bilim, fayl. Bunlar hamısı piktogramlar sayılır. Burada qovluqlar anlayışı var. Qovluqların növləri var daha doğrusu. Qovluqlar iki yerə bölünür. İstifadəsi bir də xidməti. İstifadəsi sarı rəngdə olur. Xidməti qovluqlar isə 3 yerə bölünür. Sistem, arxiv və şəbəkə qovluğu. Sistem qovluqları bunlardır. Hansı ki, belə deyək də, əsas istifadəsi qovluğu bu account adı ilə bağlı olur. Məsələn, məndə də var.
Account'un adı nə idi bizdə? Yəni öz ad soyadımız idi. Onunla bağlı olur. Aydın mı? Sonra ZSP'si var. Counter qovluğudur. Counter qovluğunu yəqin ki bilərsiniz də yoldaşlar. Əsas qovluqlardan biri hesab olunur. Hansı ki burada C riski, D riski, yəni lazım olan xarici yaddaş qurğularımıza keçid edə bilərik bunun vasitəsilə. Network şəbəkə qovluğudur. Lokal şəbəkələrdən çox istifadə olunur. Kompüterlərin bir-birlə əlaqələndirilməsində. Recycle bin koordinadı, zibil qutusu. Lazım olmayan şeyləri bura silib ata bilərik. Kontrol paneldəki idarə etmə panelidir. Hansı ki kontrol panelinə məqsədlə istifadə olunur. Parametrləri, ayarları tənzimləmək üçündür. İstifadəçi hesabları, proqramlar, qoşulan qurğular, şəbəkə, internet, tarix, saat, region. Yəni bu hamısını buradan tənzimləyə bilərsiniz. Belə. Sonra davam edək. Oqqalar var elə. Arxiv proqramları, arxiv qovluqları yəqin ki bilərsiniz. RAR, zip. Bir də şəbəkə qovluğu var. Belə. Şəbəkə qovluğu məndə yoxdur. Bu dəqiqə ekranda olsa göstərərdim sizə. Elə o da network-la əlaqəlidir onsuz da. ZSPC-ni dedik. ZSPC-də yoldaşlar nə var başqa? Yazıb ki, fayl və qovluqlar ZSPC qovluğuna kopyalana bilməz. Əslən onu düz deyir də. Biz ZSPC-nin içərisinə buradan nəsə gətirə bilmirik yaxın. Yəni C diski, D diskini demir ha. Yəni qovluğun içərisində ümumiyyətlə. Aydın oldu. Belə. Sonra nə var burada başqa? Personal folder dedik. Yəni o şəxsi qovluqdur. Boş qovluğun informasiya tutumu sıfırdır. Bunu yadda saxlayırsınız. İndi gəldik shortcut anlayışına. Qısa yol. Qısa yolların ölçüsü təxminən 1 kilobayt yazıb yoldaşlar. İndi dəyişə bilərdi, amma təxmini yazılıb onsuz. Qısa yollar. Məsələn, qısa yolu necə fərqləndirə bilərik? Obyektin özündən. Sol aşağı üçüncünün o işarəsi var. Məsələn, bu da qovluqdur, bu da qovluqdur. Adları da eynidir. Sadəcə nəyə görə fərqlənir? Sol aşağı üçüncünün o işarəsi var. Aydın oldu. O işarəsinə görə. Amma gəlin görə qısa yol nədir? Maraqlıdır. Failin üzərinə sağ düymə vururam. Show more options eləyirəm. Create shortcut. Düz yoldaşlar atdı bura aşağı. Aşağı biz niyə atır? Çünki boş yeri görüb bura gedirdim. Biraz məsafə saxlayıram. Deyəcəm niyə. Failin qısa yoldur, gördünüz. İndi failin özünə daxil oluram. İstəyirəm ki, burada dəyişiklik yaparım. Məsələn, seçib sarı effekt verirəm, rəng. Save edirəm. İndi qısa yola daxil oluram. Fikir verirsiniz. Deməli, faildə nə dəyişiklik olunursa, qısa yolda da eyni dəyişikliklər oldu. İndi mən qısa yola girmişəm, qısa yolun üzərindəyim. İndi buradan silirəm, no fill və save edirəm. Görək faildə də dəyişiklik oldu. Gələn faili açıram. Bəli. Deməli, yoldaşlar, qısa yolda dəyişiklik yaparanda faildə dəyişir. Faildə dəyişiklik yaparanda qısa yollara dəyişir. Ümumiyyətlə, qısa yol nə məqsədlə istifadə olunur? İndi də yəni kitabda yazılan əsasını deyirəm. Tutaq ki, failin özü ekranda yoxdur. Apardım, atdım hər hansısa bir yerə. Yəni, sən qısa yoldan girməklə, qısa yola daxil olmaqla, failə daxil olmuş sayılırsan. Aydın oldu. Qısa yola daxil olmaqla, failə daxil olmuş sayılırsan. Bildiniz? Belə. Sonra nəyə deyəcəm başqa yoldaşlar? İndi qısa yolu başqa hansı yollarla yarada bilərik? Ya sağ düymə, show more options, bunu göstərdik. Sonra sağ düymə, burada bir dənə var. Send to'nun içində desktop create shortcut. Yaratdı aşağı yattın, aparam yuxarı. Bu iki dənə yol. Hələ var ha, yollar çoxdur. Sonra mouse alt düyməsi basılı saxlamaqla, klaviaturada alt düyməsi. Sol düyməni sürükləyirəm. Klaviaturada Ctrl-la Shift hər ikisi basılı saxlamaqla sürükləyirəm. Aydın oldu. Və belə deyim də, klaviaturada yox. Mouse'un sağ düyməsi ilə dartmaqla, sağa, sol yox. Sağ düyməsindən dartıb gətirirəm. Vuranda belə bir pəncərə açılır, buraxanda belə bir pəncərə açılır. Create shortcut-ı yer eləyirəm, bunu yaratdı.
Sonra iş masasının kontekst menüsündə New'nun içində də var. Shortcut. Faylı seçirəm. Browse. Browse ilə faylı seçək. Elə bu faylı yaratmaq istəyirəm. Başqa fayl yarada bilərsən, amma mən bunu seçirəm. Info XLS. OK. Next. Finish. Fikir verin, bunu yaratdım. Aydın oldu. Daha qısa yolun yaradılmasının bu qədər yolları var. Desəz ki, niyə bu qədər yol var, onu mən də bilmirəm. Mən nə bilim, niyə bu qədər yolu var. Elə bir dənəsini bilsək bəs eləyirdi onsuz da bizə. Aydın oldu. Nəysə, bu yolları öyrənəcəyiz. İndi bu yollar bizə lazım olmasa da, Dövlət İmtahan Mərkəzinin lazımdır. Niyə? Sual salırlar da, siz öyrənəsiniz. Bekar olmayasınız. Aydın oldu. Bekar olmayasınız. Bu yolların hamısını buraya yazıblar. Kısa yolların yaradılma yolları. Sonra gəldim yollar sar. 6.5 başlığımız sonuncu demək olar ki, pəncərə növləri. İndi fikir verirsiniz də, yazıb ki, Windows əməliyyat sisteminin adının seçilməsi heç də təsadüfi deyil. Çünki pəncərədə tərcüməsi. Yəni, müasir qrafik istifarəsi interfeyslərinin əsas komponentlərinin biri də pəncərələrdir. Əslində düzdür də yoldaşlar. Mən sizə bir söz deyim. Adi sağ düymə vurursunuz da, menü açılır, kontekst menü. Bunun özü belə fikir verin pəncərə formatından açılır. Elə deyil. Elədir də. Aslan hər bir şey pəncərə formatdadır. Sonra burada nə var başqa? İndi burada pəncərələrin növləri var. Onları deyim sizə. Qovluq pəncərəsi var, dialoq pəncərəsi var və sistem və tətbiqi proqram pəncərəsi var. Aydın oldu. Bunlar pəncərə növləri hesab olunur. Yadda saxlayın. İndi bu pəncərələrin düzü şəkillərdə verilib burada. İndi amma adların yadda saxlasanız vəs eləyər. Şəkillərini göstərər yalnız. Çətin bir şey yoxdur ki, zaten burada. Qovluq pəncərəsi nədir? Bildiyimiz adi bir papka. Qovluq yəni. Bildiniz. Budur. Bu pəncərə. Sonra, məsəl üçün, dialoq nə deməkdir? Məsələn, faylı seçib delete edirsəniz, silirsən, yes, no. Və ya hər hansısa word sənədi, məsələn, save eləyəndə gəlir, save, don't save və ya cancel. Orada görə bilərik. Bir də yoldaşlar, proqram pəncərəsi. Proqram da ki, elə adi word pəncərəsi, nə bilim, paint pəncərəsi. Ya, bunlar proqram pəncərəsi sayılır. Yəni, sistem və tətbiqi proqramda. Zaten bilirsiniz də, proqram təminatı bölünür. Sistem proqramı, tətbiqi proqramı, elə yadda saxlaya bilərsiniz. Yəni, burada proqramlara görə elə, əslində bunun adı əvvəllər proqram pəncərəsi idi. Sonradan dəyişib adını sistem və tətbiqi proqramı yazdılar. Belə. Bir də yadda saxlayın, dialoq pəncərəsinin ölçüsünü dəyişmək olmur. Çünki yoldaşlar, pəncərələrin ölçüsünü dəyişə bilərik. Ölçüsünü dəyişmək nə deməkdir? Məsələn, bir qovluq açıram, bu ölçüsünü kisildirəm, böyüdürəm. Ya, bunu eləyə bilərik də biz. Düzdürmü? Bax, ölçüsünü kisildim. Və ya kənardan sıxlaşdırıb, balacalaşdırırım, böyüdə bilərəm. Amma dialoq pəncərəsində o mümkün deyil. Yəni, bunu nə böyüdə bilirsiniz, nə də kisildə bilirsiniz. Heç nə. Belə, pəncərələrin şəkilləri burada hamısı verilib. Elə bunlar da yer tutur burada. Əslində, sizə bir söz deyim. Bəzən materialların səhifənin çoxluğu olması, bilirsiniz nədən əhəmiyyətlidir bir də, şəkillərin olmasından. Elə bu şəkillər bir səhifədən çox yer tutur. Fikir verirsiniz. Aydın oldu. Bu belə. Sonra yoldaşlar, bu snap layout'u bildiniz. Təbii bunlar idi. Bu sağda solda yerləşdirmə. 2, 3, 4 rejimlərdə. Bunlar burada da verilib, yenidən. Yenidən burada verilib, belə. Yəni, qeyd olunub. Əslində, bayaq dediyim kimi. Yəni, eyni şeydir. Sadəcə, bayaq yenilik olaraq dedik, o mənada. İndi burada da ətraflı məlumat verilib. Bu qaydada. Başqa nə var burada? Bir də, bunları da bilərsiniz. Bu, minimize, maximize, bunlardır. Yəni, minimize vuranda pəncərəni aşağı yığır da tasklara. Sonra, məsələn, bu maximizedir. Maximize vuranda pəncərə tam ekrana açılır. Əvvəlki ölçüsünə qaytarır. Və bir də pəncərəni bağlaya bilərik. Close. Ki, bu da məlum məsələdir. Belə. Bu oldu yoldaşlar. Windows'un bir hissəsi. Danışacağımız, deyəcəyimiz belə.